Hamı maliyyə eksperti ola bilməz. Bir riski başa düşmək investordan özünü başa düşməyi tələb edir. İnvestor birinci başa düşməlidir ki, onun ümumi varlığı, var-dövləti nə qədərdir, hansı səviyyədədir. Boş vəsait hissəsində o baxmalıdır ki, onun məsələn gündəlik xərcləri nə qədərdir, onun məsələn ailəsi ilə bağlı hansı planları var, onun maliyyə planlarına uyğun olaraq onun pulunun artıq yerləşmə biz horizon deyirik də ona, onun investisiyasının bir zamanı əmələ gəlir ki, o bu zaman ərzində bunu dəyərləndirmək istəyir. Hər bir pulun da özünün zamanı var. Digər tərəfdən bu hal-hazırda olan pul vəsaitidir. Bir də bu pul vəsaitinin üzərinə onun dövrü olaraq əlavə olunan pul vəsaitləri var. O ilkin olaraq başa düşməlidir ki, onun investisiya qabiliyyəti hansı vəsait həcmindədir. O qabiliyyəti başa düşəndən sonra o başa düşməlidir ki, hər bir hissədə o ümumilikdə nə qədər itirməyə hazırdır. Siz istirahətə gedirsiniz. Avtomobillə gedirsiniz. Həmin avtomobillə gedəndə təkər partlaya bilər. Bu avtomatik olaraq sizin istirahətinizin maya dəyərinin üzərinə gəlir. Və ya digər hadisələr də baş verə bilər. Bu da sizin o yolda başınıza gələ biləcək risklərdir. Sizin yolda gedəndə təkər partlaya bilər. Kapital bazarlarında siz səhm alanda onun qiyməti düşə bilər. İdarə heyətinin sədrinin ümdə vəzifəsi səhmin dəyərini artırmaqdır. Səhmin dəyərini artırmaq isə həmin şirkətin mənfəətinin artırılmağından gedir. Bir investor bunu başa düşəndən sonra ki, o nə qədər itirməyə hazırdır, siz bir təkər itirməyə hazırsınızsa, baqajda bir dənə təkər var. İkinci təkərdə siz problem yaşayacaqsınız. Ən vacibi hesab kitabı bilməkdir, öz məqsədlərini bilməkdir.